Hər vaxt xeyir olsun değerli izleyicilerimiz. Bugün oktyabrın 23'üdür ve bugün neler baş verecek? Qızıl yine kalkacak mı yoksa kalkmayacak mı? Tabii ki Qızıl bir müddet hələ ki istirahat edir. Yani yeni rekorları biraz ləngiyəcək. Bir neçə həftə ola bilər. Ama Qızıl üçün o kadar da yani 4300'e kalkmak o kadar da yani problemli bir mesele değil. Lakin bizim gözlediğimiz yani 300 dolar aniden 300 dolar yani aşağı doğru istikamete devam eder. Tabii ki ben bunu evvelceden söylemiştim ki bu 300 dolarlık aniden olacak. Elə olacak ki birçok traderler bunu hissedemezler. Ne için? Çünkü Qızıl endikcə bayılara düşenler daha çok idi. Daha çok bayılar verenler var idi. Ama Qızıl dediğimiz gibi bizim için hiçbir farkı yoktu. Yani Qızıl qalxanda ve enəndə buy stop sell stoplardan yani biz bundan istifadə edirik. Bu kripto değil ki biz bunu sığortalaya bilməyək, hansı bir səhim deyil ki biz onun qarşısını ala bilməyək. Yəni Forex-də səhimlərə, yəni kriptolara yatırım etməkdənsə Forex-ə yatırım etmək daha üstündür. Nə üçün? Yəni bildiyiniz kimi bir neçə həftə bundan qabaq kriptolarda məsələn sürətli enişlər oldu və traderlərin bir çox hissəsi, yəni kripto ilə məşğul olan bir çoxu iflasa uğradı. Amma Forex-də elə deyil. Forex-də bizdə buy əməliyyatları varsa sell stoplarımız var, sell əməliyyatları varsa buy stoplarımız var. Biz bunu sığortalaya bilirik. Neyse yəni keçək biz Qızıla. Qızılda bizim Magic siqnal kanalımıza və riski sevərlər siqnal kanalında artıq Qızılda biz buy əməliyyatları və bizim 30'dan çox siqnalı artıq səhər saatlarına paylaşdıq və uğurla dünən də nəticələndi. Bu gün də ümid edirik ki uğurla nəticələnəcək. Belə Qızıl ne edəcək? Qızıl sadece olarak bir müddet bir diapazon var. Yani bugün o diapazondan çıkarsa yani 4125'lerle 4018'ler arasında bir müddet koreksiyalara məruz qalacaq. Bugün alış əməliyyatları 4100'lerdendir ve tabii ki take profitler 4105'ler, 4110, 15'te ve 25'e kadar, 4125'e kadar. Amma satış əməliyyatları 4075'lərdən gələcək. Əsas satış əməliyyatları isə 4060'lərdən sürətli enişlərə səbəb olacaq. Keçək biz Bitcoin-ə. Bitcoin bugün səhər saatlarında yenidən 106-700'ləri toxunaraq geri qayıtdı və bu göstərir ki, həmin nöqtə çox güclü dəstək xəttidir. Və bugün alışlar 109'lardan, satışlar isə 107-700'lərdən gələcək. Keçək biz neftə. Neftə biz keçən həftələrdə söyləmişdik ki, qalxması da 64'e kadar 64 oldu. Və yeni bir hədəflər 65-30'lar, 65-85'lər və 66-50'lərdir. Qalxması təbii ki bizim üçün də yaxşıdır. Belə, Euro dolar rəqabətinə gəldisə isə Euro dolar yenidən bu bataqlıqdan çıxa bilmir və bugün 1.16-100'lərdən yuxarı formalaşsa, təbii ki alışlara səbəb olar. Amma satışlar isə 1.15-9'lərdən. Funtun dolar rəqabəti, Euro dolar rəqabəti hələ enmələrdədir, bataqlıqdan çıxa bilmir və alışlar 1.33-600'lərdən, satışlar isə 33-300'lərdən. Təbii ki bu bizim fikrimizdir, qərar sizin özünüzdür. Keçək biz Nasdaq, S&P, Dow Jones, DAX-a keçək. Yəni bunlardan nə olacaq? Yəni bu alışlar əsasən Nasdaqda satışlar dünən təbii ki koreksiyalar verdi. Satışlar bugün yenidən 24891'lər, alışlar isə 24998'lərdən gələcək. S&P'də isə satışlar 6701'lərdən, satışlar isə 6723'lərdən gələcək. Və biz alışlar çox güzel. Alışlar 6723'lərdən gələcək, satışlar isə 6701'lərdən gələcək. Keçək biz Dow Jones'a. Dow Jones'da satışlar ilk öncə 46538, alışlar isə 46665'lər. DAX-a gəldə isə ilk öncə alışları nəzər çatdırım. Demək 24151 alışlardır, 24103'lər isə satışlardır. Belə əzizlərim, bizim Telegram kanalından istifadə edin və siz də hər gün aktiv olun. Gün ərzində 30'dan çox siqnalı siz də əldə edin. Sağ olun, inşallah görüşmək ümidi ilə.